İbrahimin imamlığı 1-ci hissə. İndi isə gəlin Şiə düşüncəsində imamət mövzusunun bəlkə də ən mərkəzi dəlilinə, İbrahim Peyğəmbərin imamlığına dair ayəyə nəzər salaq. Bu, onların imamət məqamının üstünlüyü və müstəqilliyi ilə bağlı əsaslandıqları ən güclü dəlildir. Uca Allah Bəqərə surəsinin 124-cü ayəsində belə buyurur. Vaxtilə də İbrahimi bir neçə sözlə sınağa çəkmişdi. O da onları tamamilə yerinə yetirdi. Allah dedi, mən səni insanlara imam təyin edəcəyəm. İbrahim soruşdu, bəs nəslimdən olanlar? Allah buyurdu, mənim əhdim zalımlara nail olmaz. Bu ayənin Şiə ilahiyyatındakı yerini anlamaq üçün gəlin Əl-Kuleyninin Əl-Kafi kitabında İmam Muhammed Əl-Baqirdən nəql etdiyi bir rəvayətə baxaq. İmam buyurur, həqiqətən Allah İbrahimi qulu olaraq seçdi. Sonra onu Peyğəmbər etdi və onu Peyğəmbər etdikdən sonra Rəsul olaraq seçdi və onu Rəsul olaraq seçdikdən sonra dost, yəni xəlil etdi və onu dost etdikdən sonra imam olaraq təyin etdi. Allah ona bütün bu mərtəbələri verdikdən sonra bu an imam əlini yumruq şəklində sıxaraq işarə etdi, ona dedi, ey İbrahim, mən səni insanlar üçün imam edirəm. İbrahim bu məqamın böyüklüyünü anlayanda dedi, ey Rəbbim, bəs mənim nəslimdən olanlar necə? Allah dedi, mənim əhdim zalımlara çatmaz. Bu fikri daha da dərinləşdirən Şiə alimlərindən Seyyid Məhəmməd Səid Əl-Həkim deyir. Bütün bunlar göstərir ki, peyğəmbərlik və imamlıq məfhum olaraq fərqlidir. İmam, insanların ona tabe olması, ondan öyrənməsi və ona uyması vacib olan şəxsdir. Halbuki peyğəmbərlik bunu hər zaman zəruri etmir. Həmçinin Məkarim Əş-Şirazi yazır, aydın sübutlar göstərir ki, İbrahimə çətin imtahanlardan sonra verilən imamlıq məqamı sadəcə müjdə və təbliğ məqamından fərqlidir. Eynilə Ət-Təbatabai də Əl-Mizan təfsirində vurğulayır. Bu imamət yalnız Allahın onu sınaqlarla imtahan etməsindən sonra ona verilmişdir. Bəli, bütün bu sözlərdən anlaşılan budur ki, İbrahim Peyğəmbər çətin sınaqlar keçdikdən, məşəqqətlərə səbr etdikdən sonra Allahın onu insanların imamı olaraq mükafatlandırması doğrudur. Şiə alimlərinin özləri də təsdiqləyir ki, İbrahim Peyğəmbər bu uca məqama göstərdiyi səbr və salih əməlləri ilə layiq oldu, yəni istihqaq etdi. Şeyx Əs-Saduq bu məqamı daha da açıq izah edir ki, Allah bəndəsini imtihan edir ki, o səbr etsin və beləcə mükafatı layiq olduğu üçün almış olsun. Və məhz burada bu ayənin Şiə təlimi üçün dəlil gətirilməsi ciddi bir problemlə, bir ziddiyyətlə qarşılaşır. Çünki imami məzhəbinin təməl əqidəsinə görə imamət layiqli, yəni istihqaq ilə qazanılan bir məqam deyil. Heç kim öz salih əməlləri, ibadət və itayəti ilə imamlıq məqamına nail ola bilməz. İmamət Allahın sırf öz fəzli və lütfudur, onu dilədiyi kəsə verər. Bu ziddiyyəti görmək üçün gəlin yenə Əl-Kuleyninin Usul Əl-Kafi kitabına müraciət edək. Orada İmam Əl-Rıdanın belə dediyi rəvayət olunur. İmam öz dövründə təkdir. O, bütövlüklə Allahın fəzlinə məxsusdur. Özü bunu istəməyib, nə də özü bunu qazanıb, əksinə, bu, bütün nemətləri bəxş edənin, yəni Allahın xüsusi lütfüdür. Bu fikri təkcə İmam Rıza deyil, Şiə məzhəbinin sütunlarından sayılan alimlər də təsdiqləyir. Məsələn, Şeyx Əl-Mufid yazır, Peyğəmbərliklə bağlı rəyimiz budur. O bir lütfdür, yoxsa layiq olmaq məsələsidir. Deyirəm ki, Peyğəmbərlik uca Allahın bir lütfüdür. İmamət məsələsinə gəlincə, o da Allahın bir lütfüdür, yoxsa layiq olmaq məsələsidir. Deyirəm ki, daha əvvəl Peyğəmbərlik haqqında izah etdiyimiz kimi, imamətin təyin edilməsi də Allahın bunu imama bir lütf olaraq verməsidir. Onun tələbəsi, böyük alim Seyyid Əl-Murtəda isə bu mövzunu daha da dərinləşdirərək deyir. Bizim tutduğumuz mövqe budur ki,
imamət də, peyğəmbərlik də layiq olmaq əsasında qazanılmır. Əshabımızdan bəzilərinin onların mükafat olaraq layiq olduğunu iddia etməsi batildir. Əgər imamət layiqliklə olsaydı, elə bir dövr ola bilərdi ki, heç kimin əməli imamətə layiq olacaq qədər olmasın. Şərif Əl-Murtədanın bu sözləri çox dərindir. O, çox gözəl bilir ki, İmami məzhəbinə görə hər zaman yer üzündə bir imamın olması Allah üçün vacibdir. Əgər imamlıq əməllə qazanılan bir məqam olsaydı, bəzi dövrlərdə heç kim o səviyyəyə çatmayanda yer üzü imamsız qalardı. Bu isə imamiyyə əqidəsinə görə batildir. Məhz buna görə də onlar imamətin peyğəmbərlik kimi Allahın birbaşa fəzli və lütfi ilə seçildiyini deyirlər. Bəs onda sual yaranır. Əgər imamət Şeyx Əl-Mufidin, Seyyid Əl-Murtədanın və digərlərinin dediyi kimi əməllə qazanılan bir məqam deyilsə, o zaman İbrahimə verilən imamət necə onların anladığı imamət ola bilər? Axı, Şiə alimlərinin özləri də təsdiqləyirlər ki, İbrahim Peyğəmbər bu məqama məşəqqətli sınaqlardan keçdikdən sonra layiq olmuşdur. Beləliklə, ayədəki imamlıqla şiəlikdəki imamlıq arasında fundamental bir ziddiyyət ortaya çıxır. Ancaq ayənin imamiyyə əqidəsi ilə uyğunsuzluğu bununla bitmir. Gəlin məsələyə başqa bir tərəfdən baxaq. Xatırlamalıyıq ki, şiələrdə imam anlayışı həm dini, həm də dünyəvi rəhbərliyi, yəni siyasi liderliyi özündə birləşdirir. İmam həm dinin qoruyucusu, həm də cəmiyyətin siyasi başçısıdır. Əvvəldə də stat gətirdiyimiz təfsirçi Ət-Tabrasi imam ləfzinin iki mənasını izah edir. Birincisi, sözlərində və feillərində tabe olunan, nümunə götürülən şəxs. İkincisi isə ümmətin siyasi işlərini idarə edən, cinayətkarları cəzalandıran, düşmənlərlə vuruşan rəhbər. O, əlavə edir ki, hər bir peyğəmbər birinci mənada imamdır, lakin hər peyğəmbərin ikinci mənada, yəni siyasi lider olması vacib deyil. İndi gəlin düşünək, İbrahim peyğəmbərin insanlara imam edilməsi hansı mənada ola bilər? Birinci mənada ola bilməz. Çünki İbrahim onsuz da bir peyğəmbər olaraq bu vəsfə sahib idi. Ona tabe olanlar bilirdilər ki, sözünə itaət etmək fərzdir. Elə isə geriyə yalnız ikinci variant, yəni siyasi rəhbərlik mənası qalır. Bu halda ayənin mənası belə çıxır ki, mən səni insanların üzərində əmir və hakim təyin edirəm. Bu təfsirin doğru olmadığı isə aşkardır. Çünki İbrahim peyğəmbər heç vaxt siyasi lider olmayıb, hansısa bir qövm üzərində hakimlik vəzifəsi icra etməyib. Məhz bu səbəbdən bəzi böyük şiə alimləri özləri də bu təfsiri rədd edirlər. Məsələn, Ət-Təbatabai bu cür izahların yanlış olduğunu söyləyir. Hətta Muhammed Hüseyin tərhini daha açıq şəkildə yazır ki, bu siyasi liderlik tərifidir. Doğru deyil. Çünki İbrahim peyğəmbər nə bir əmir, nə rəis, nə də hakim olub. Biz deyirik ki, Allah İbrahimi qüdvə, yəni etalon, nümunə mənasında bir imam etmək istəyib, yoxsa biz şiələrdəki terminoloji imamət mənasını qəsd etməyib. Bu, daha doğru təfsirdir. Bu fikri təkcə Turhini deyil, müasir dövrün ən nüfuzlu şiə alimlərindən biri olan Seyyid Muhammed Hüseyin Fəddullah da təsdiqləyərək buyurur. Biz bəyan etdik ki, Quranda sözü keçən imamlıq ilə termin olaraq imamlıq yox, sadəcə olaraq peyğəmbərlik qəsd olunur. Beləliklə də hər bir peyğəmbər bir imam olub. Bütün bu dəlillərdən çıxan nəticə budur. İbrahimə nisbət edilən imamlıq onun peyğəmbərlik məqamından fərqli, yeni bir status deyildi. Allah onu insanların üzərində bir hakim yox, bütün insanlar üçün əbədi bir nümunə olacaq peyğəmbər etdi. Məhz buna görə də ayədə insanların üzərində imam yox, insanlar üçün imam ifadəsi işlənir. Bu məna həm də onun nəslindən gələn peyğəmbərlərlə öz təsdiqini tapır. Quranda buyurulur ki, Allah İbrahimə İshaqı və Yaqubu bağışladı və onları da doğru yolu göstərən imamlar etdi. Məlumdur ki, nə İshaq, nə də Yaqub peyğəmbər siyasi hökmdar olmayıblar. Onlar sadəcə insanlara doğru yolu göstərən ilahi rəhbərlər idilər. Gəlin özümüzə bu sadə sualı verək. Allahın İbrahim peyğəmbərə insanlar üçün imam statusunu verməsindən sonra onun həyatında praktiki olaraq nə dəyişdi? O, bu məqamdan əvvəl də məsum idi. Rəbbindən vəhy alırdı.
Ona tabi olanlar üçün sözü qanun idi. Əvvəl hakim değildi, bu məqamdan sonra da hakim olmadı. Bəs onda ayədən anlamalı olduğumuz doğru məna nədir? Ayənin doğru anlayışı budur. Allah İbrahim peyğəmbəri sadəcə öz dövrünün deyil, bütün zamanların, bütün bəşəriyyətin tabi olacağı, nümunə götürəcəyi universal bir imam edəcəyini vəd edir. Və həqiqətən də bugün İbrahim peyğəmbər Yahudilərin, Xristiyanların və müsəlmanların hamısının böyük ehtiramla andığı ortaq bir şəxsiyyətdir. Allah sonuncu peyğəmbəri Muhammed sallallahu aleyhi və səlləmə belə İbrahimin dininə tabi ol deyə vəhivmişdir. İndi isə gələk Şiə alimlərinin bu ayədən çıxardıqları digər mühüm bir nəticəyə, imamın məsumluğu məsələsinə. Onlar ayədəki zalim sözündən çıxış edərək iddia edirlər ki, həyatında bir an belə zulüm, yəni günah etmiş hər kəs zalim sayılır və belə bir şəxs Allahın əhdinə, yəni imamlığa nail ola bilməz. Cəfər Əs-Subhani kimi alimlər insanları 4 qismə bölərək məntiqi bir nəticə çıxarmağa çalışır və sübut etməyə çalışırlar ki, imamət yalnız ömrü boyu zamin olmayan, yəni məsum olan şəxsə çata bilər. Bu iddia 2 əsas üzərində qurulub. Birincisi, zülm sözünün ən kiçik günah da daxil olmaqla hər şeyi əhatə etməsi. İkincisi isə zalim adının ömründə bircə dəfə günah etmiş insana həyatı boyu şamil edilməsi. Lakin bu yanaşma həm problemlidir, həm də ilk Şiə alimlərinin təfsiri ilə uyğun gəlmir. Məsələn, Şeyx Ət-Tusinin nəql etdiyi bir rəvayətdə Peyğəmbərimiz Allahın İbrahimə mənim əhdim zalimlara çatmaz dediyini bildirdiyini, İbrahimin isə hansı zalıma çatmaz deyə soruşduğunu bildirir. Allahın cavabı isə belə olur: kim mənim yerimə bu təsəcdə edibsə, onu imam etmərəm. Gördüyümüz kimi, bu rəvayətdə zülm bütün günahlar deyil, xüsusilə şirk və bütpərəstlik mənasında izah olunur. Hətta Əl-Kəşani kimi təfsirçilər də əhdim zalimlara çatmaz ayəsini, yəni müşriklərə deyə təfsir ediblər. Əgər zülmdən məqsəd şirkdirsə, o zaman ayədən bütün günahlardan məsumluq dəlili çıxarmaq mümkün deyil. Üstəlik, bu yanaşma nə dil qaydaları, nə də sağlam məntiqlə dəstəklənmir. Çünki ərəb dilində və ümumiyyətlə hər hansı bir dildə zalim adı zülm vəsfini hazırda özündə daşıyan adama deyilir. Əgər bir insan tövbə edib islah olunubsa, artıq ədalət və itayət kimi vəsflərlə tanınırsa, ona yenə də zalim demək elə özü ona qarşı bir zülm olmazmı? Böyük alim Əbu Bəkr Əl-Cəssas bu məntiqi səhvi çox gözəl izah edir. Əgər hökm bir xüsusiyyətə bağlıdırsa və bu xüsusiyyət aradan qalxıbsa, hökm də aradan qalxır. Necə ki, küfrdən tövbə edən şəxs artıq kafir adlandırılmır, günahdan tövbə edəndə artıq fasiq adlandırılmır. Əgər Şiə alimlərinin bu məntiqi doğru olsaydı, o zaman biz Quranda keçən bütün kafir, fasiq, zalim kimi sözləri eyni şəkildə anlamalıydıq. Yəni deməliydik ki, ömründə bircə dəfə küfr etmiş insan tövbə etsə belə, ömrünün sonuna qədər Allahın lənətlədiyi kafirlər zümrəsinə daxildir. Yaxud bir dəfə günah edən əbədi olaraq fasiqlər arasında qalır. Bu məntiqin nə qədər absurd olduğunu və Allahın mərhəmət prinsipinə zidd olduğunu görmək çətin deyil. Bundan da maraqlısı, bu sərt məsumluq anlayışı hətta bəzi böyük klassik Şiə alimlərinin öz mövqeyləri ilə də ziddiyyət təşkil edir. Məsələn, Şeyx Əl-Mufid İmamiyyə şiələrinin əksəriyyətinin rəyinin bu olduğunu bildirərək yazır ki, bir peyğəmbərin peyğəmbərlikdən əvvəl kiçik, alçaldıcı olmayan günahlar etməsi mümkündür. O, eyni prinsipi imamlara da şamil edir. Bəs əgər imamlıqdan əvvəl kiçik də olsa bir günah, yəni bir zülm mümkündürsə, o zaman onların irəli sürdüyü ömrü boyu paklıq məntiqi necə ayaqda qala bilər? Bu, açıq-aşkar bir ziddiyyətdir. Ona görə də bu cür məntiqi və dil qaydalarını zorlayan izahlarla ayədən mütləq məsumluğa dair qəti bir dəlil çıxarmaq cəhdləri tamamilə əsassızdır. Hətta bəzi müasir Şiə alimləri də bu dəlilin zəifliyini etiraf edirlər. Məsələn, Muhammed Asif Əl-Muhsini
İmamların məsumluğuna dair Qurandan gətirilən dəlillər müzakirə edərkən bu ayə haqqında deyir. Lakin ayədən yəqinliklə bildiyimiz miqdar imamlar üçün məsumluğun yox, sadəcə ədalətliliyin isbatıdır. Başqa sözlə desək, ayədən çıxan ən aşkar və məntiqi məna budur ki, imamlıq kimi uca bir məqam üçün adil olmaq, yəni ədalətli olmaq şərtdir. Zalım bir insan rəhbər ola bilməz, lakin məsum olmaq, yəni heç bir kiçik günah belə etməmək şərti ayədən çıxan bir hökm deyil, sonraki təfsirlərin və məntiqi gimnastikaların nəticəsidir. Çünki unutmayaq ki, zalımın əksi məsum deyil, adildir. Üstəlik, bu yanaşma nə dil qaydaları, nə də sağlam məntiqlə dəstəklənmir. Çünki ərəb dilində və ümumiyyətlə hər hansı bir dildə zalım adı zülm vəsfini hazırda özündə daşıyan adama deyilir. Əgər bir insan tövbə edib islah olunubsa, artıq ədalət və itayət kimi vəsflərlə tanınırsa, ona yenə də zalım demək elə özü ona qarşı bir zülm olmazmı? Böyük alim Əbu Bəkir Əl-Cəssas bu məntiqi səhvi çox gözəl izah edir. Əgər hökm bir xüsusiyyətə bağlıdırsa və bu xüsusiyyət aradan qalxıbsa, hökm də aradan qalxır. Necə ki, küfürdən tövbə edən şəxs artıq kafir adlandırılmır, günahdan tövbə edən də artıq fasik adlandırılmır. Əgər şiə alimlərinin bu məntiqi doğru olsaydı, o zaman biz Quranda keçən bütün kafir, fasik, zalım kimi sözləri eyni şəkildə anlamalıydıq. Yəni, deməliydik ki, ömründə bircə dəfə küfr etmiş insan, tövbə etsə belə ömrünün sonuna qədər Allahın lənətlədiyi kafirlər zümrəsinə daxildir. Yaxud bir dəfə günah edən əbədi olaraq fasiqlər arasında qalır. Bu məntiqin nə qədər absurd olduğunu və Allahın mərhəmət prinsipinə zidd olduğunu görmək çətin deyil. Bundan da maraqlısı, bu sərt məsumluq anlayışı hətta bəzi böyük klassik şiə alimlərinin öz mövqeyləri ilə də ziddiyyət təşkil edir. Məsələn, Şeyx Əl-Mufid İmamiyyə şiələrinin əksəriyyətinin rəyinin bu olduğunu bildirərək yazır ki, bir peyğəmbərin peyğəmbərlikdən əvvəl kiçik, alçaldıcı olmayan günahlar etməsi mümkündür. O, eyni prinsipi imamlara da şamil edir. Bəs əgər imamlıqdan əvvəl kiçik də olsa bir günah, yəni bir zülm mümkündürsə, o zaman onların irəli sürdüyü ömrü boyu paklıq məntiqi necə ayaqda qala bilər? Bu, açıq-aşkar bir ziddiyyətdir. Ona görə də bu cür məntiqi və dil qaydalarını zorlayan izahlarla ayədən mütləq məsumluğa dair qəti bir dəlil çıxarmaq cəhdləri tamamilə əsassızdır. Hətta bəzi müasir şiə alimləri də bu dəlilin zəifliyini etiraf edirlər. Məsələn, Muhammed Asif Əl-Muhsini imamların məsumluğuna dair Qurandan gətirilən dəlilləri müzakirə edərkən bu ayə haqqında deyir. Lakin ayədən yəqinliklə bildiyimiz miqdar imamlar üçün məsumluğun yox, sadəcə ədalətliliyin isbatıdır. Başqa sözlə desək, ayədən çıxan ən aşkar və məntiqli məna budur ki, imamlıq kimi uca bir məqam üçün adil olmaq, yəni ədalətli olmaq şərtdir. Zalım bir insan rəhbər ola bilməz. Lakin məsun olmaq, yəni heç bir kiçik günah belə etməmək şərti ayədən çıxan bir hökm deyil, sonraki təfsirlərin və məntiqi gimnastikaların nəticəsidir. Çünki unutmayaq ki, zalımın əksi məsum deyil, adildir.